Uşağın tərbiyəsində ana ilə atanın özəl rolu var. Atanın rolu çox önəmlidir. Ana məhəbbət verir uşağa, amma ata danlaya bilir. Atanın məhəbbəti şərtli məhəbbətdir, ədalətli məhəbbətdir. Ana öz sevgisi ilə uşağı korlaya da bilər. Açıq qapıdır ana, nə vaxt gəlsə qucağa hazırdır. O səni nə cür olsan sevir, nə cür olsan. Bu çox belə sərf eləyən bir sevgidir. Həmişə sənin yanındadır, qeydsiz, şərtsiz. Qarşılıq gözləmir. Qarşılıq gözləmir. Ona görə təkcə ana yanında böyüyən uşaqların korlanma şansı daha çoxdur. Atanın davranışı bu mənada Allahın davranışına oxşuyur. Ananın davranışında da var o Allahın davranışı. Sevgi, böyük bir sevgi. Amma Allahın sevgisi bir Allah uşağın xətri üçün, uşağın özünün xətri üçün, insanın xətri üçün gözünü bədbaxt eləməsin deyə o özünü düzəltməyənə qədər onu bağışlamır. Deyir ki, səhv eləmirsən, tamam, mən səni sevirəm. Düzəlt. Düzəlt.